Salam, hər birinizi xoş gördük kanalıma. Bugünkü mövzu izahımız ədəbiyyat fənnindən intibah dövrü, yəni bildiyimiz kimi qədim dövr Azərbaycan ədəbiyyatı olacaq. Videoya keçməzdən öncə bir xatırlatma eləyim. Əvvəlcə təşəkkürümü bildirim, sonra xatırlatmamı eləyəcəm. Kanalıma göstərmiş olduğunuz dəstəkdən dolayı tanıdığım və tanımadığım əksəriyyət etibarilə sizləri tanımıram. Hər birinizə təşəkkür edirəm. Xatırlatmam da odur ki, ödənişsiz şəkildə 3 ay yay tətilində təbii ki, onlayn olaraq Zoom platformasında yenə qeyd edirəm, ödənişsiz dərslərə qoşula bilərsiniz. Yaşından və ixtisasından asılı olmayaraq Azərbaycan dili və ədəbiyyat fənnindən imtahan verən hər kəs bura qoşula bilər. Yuxarıda da qeyd etmişəm əlaqə nömrəsini, videonun başlığında da var. Reklamımızı da etdik, keçdik mövzu izahına. İntibah dövrü Azərbaycan ədəbiyyatı. Biz danışacağıq 7-ci əsrdən 12-ci əsrdə daxil. Deməli, eramızın 7-ci əsrindən deməli 12-ci əsrdə daxil. Bunların başında əslində qoymamalıyıq. Sadəcə mən nəsə öyrəşmişəm. Qeyd etmişəm ki, videoya başlamazdan, yəni izaha keçməzdən öncə bu dövrün mənzərəsini verməliyik. Yazmışam birinci planda türk mənbələri. Türklər haqqında biz bilirik ki, ilk məlumatı, daha dolğun məlumatı Çin qaynaqları verir ki, bu da eradan əvvəl 2-ci əsrə aiddir. Bu bizə tarixdən də bəllidir. Qədim Azərbaycan ədəbiyyatı, yəni intibah dövrü ümumtürk ədəbiyyatının tərkib hissəsində keçilməlidir, yəni öyrənilir. Yəni ümumtürk ədəbiyyatından ayrılıqda bizim ədəbiyyatımız mövcud deyil. Yəni ortaq fikirlər var. Təbii ki, özünə məxsus şəkildə bizim ədəbiyyatımız inkişaf edib, amma ümumtürk ədəbiyyatına bağlıyıq. Onu deməyə çalışıram. Sonra ikinci yazmışam dastanlar. Qədim dövrü, intibah dövrü öyrənərkən müəyyən dastan adları var orada. Bizi qorxutmasın. Alper Tonqadır, Ergenekondur, Köçdür, Törəyişdir, Yaradılışdır və s. Bu dastanlardan adlarını bilsəz kifayətdir. Təbii ki, burada türklərin yaranmasından, düşüncə tərzindən, adət-ənənələrindən, inanclarından və s. danışılır. Bunlardan biri də artıq keçər 3-cü plana Yaradılış dastanıdır. Yaradılış dastanında biz Tanrı Qaraxan obrazını görəcəyik. Hansı ki, o göyün 7-ci qatında oturub, insanlara xeyirxah əməlləri ilə seçilir. Lakin dastanda qeyd olunur ki, müəyyən bəd əməllər ona bəzən imkan vermir, amma bu həmin bu şeyləri dəf eləyir sonda Qaraxan və s. Qısaca bu anlayışları bilsəz, Tanrı Qaraxan obrazı hansı dastandadır? Yaradılış dastanındadır. Sonra yazmışam, qeyd etmişəm ki, Avesta. Avesta təkcə təbii ki, türk ədəbiyyatına aid olan bir anlayış deyil. Və hətta testlərdə onu da bəzən qarışdırırlar ki, Avesta dastanı olaraq verirlər. Avesta dastan deyil ümumiyyətlə. Türklərə məxsus orada çox cəhətlərdən bəhs olunur. Avesta dastanı tarixdən bilirik artıq Avesta haqqında, onun başına gələnlər, necə yandırılıb və s. Onlardan məlumat verməyəcəm, bizə bir o qədər də lazım deyil. Avestada nə əsasdır və onu dedim ki, Avesta dastan deyil, dastan formasında yazılmayıb. Testlərdə o bizi bəzən çaşdırır, Eyler-Venn diaqramı verir, orada görəcəksiniz. Avestada deməli, dünyanın yaranmasına münasibət, əməkçi insana münasibət, xeyirlə şərin mübarizəsi və s. bunlardan bəhs olunur və Avestanın əsasını qatlar hissəsi təşkil edir. Qatlar. Səhv etmirəmsə, qatlar 72 fəsildən ibarət olmalıydı. Bu lazımsız məlumatdır, amma görüm düzmü deyirəm. Nəsə o yadımda qalmışdı. Yazmışam ki, Kitab Dədə Qorqud eposu. Qısaca yazmışam. Kitab Dədə Qorqud bizim növbəti mövzumuz olacaq. Sadəcə çox qısa olaraq bir məlumat verək ki, biz bayaq qeyd etdik ki, ümumtürk ədəbiyyatının tərkib hissəsidir bizim ədəbiyyatımız. Buna təbii ki, epos, dastan yaradıcılığı da daxildir. İntibah dövrünün deməli zirvəsi ümumiyyətlə Nizami Gəncəvi sayılsa da, şifahi olaraq yaranan ədəbiyyat nümunələri içərisində də Kitab Dədə Qorqud hesab olunmalıdır. Yəni o bizim üçün ki, söz sənətimizin ilk və ən qüdrətli nümunələrindən biri sayılır. Bu üç dənə kişinin adına fikir verin. Deməli, Musa Şəhavatdır, İsmail bin Yasardır və Əl-Əma. Bunlar kimdir? Onlar 7-ci əsrdə yaşamış, ərəb dilində yazmış, Azərbaycan kökənli, Azərbaycan mənşəli şairlərdir. Onların, yəni o dövrdə Azərbaycan dili kökən etibarilə mövcud olmadığına görə, təbii ki, biz ərəblərin istilası altındaydıq. Onların təbliğ etdiyi ideya Azərbaycan dilində idi. Yəni, vətənpərvərliyi Azərbaycanla bağlı idi. Amma əsərlərini ərəb dilində yazırdılar. Ərəb dilində yazmışdılar.
Və bu 3 dənə şairin adını bilsək, yəni bu 3 mütəfəkkirin adını bilsək kifayət eləyir. Əsərlərində təbii ki, vətən idealı aparıcıdır. Bu sözə də fikir verək. Yazmışam saray ədəbiyyatı haqqında. Saray ədəbiyyatı 11-ci əsrdən etibarən yaranmışdır. Adından da görüldüyü kimi saraylarda mövcud olub. Farsça yazmaq ənənəsi artıq saray ədəbiyyatından deməli bu işarədən mən əl çəkməyəcəm deyəsən. Farsça yazmaq ənənəsinin deməli əsası qoyulur. 11-ci əsrdən etibarən, yəni daha da bu artır. Saray ədəbiyyatının yaranması ilə. Saray ədəbiyyatında kimlər var? Saray ədəbiyyatının əslində çoxlu bizim nümayəndələrimiz var, lakin biz onlardan ən əsaslarını qeyd etmişik. Saray ədəbiyyatının mahiyyəti nədir? Yəni tutalım ki, saray ədəbiyyatının ümumiyyətlə ən görkəmli dövləti heç şübhəsiz ki, Şirvanşahlar dövlətidir. Yəni həmin dövlətlərdən biri. Yəni tutalım ki, bir Şirvan hökmdarı öz fəaliyyətini təbliğ etmək üçün saraya bir şair çağırtdırır, o da onu məth eləyir və s. Təbii ki, ədəbiyyat bu dövrdə məthiyələrlə kifayətlənmir. Yəni onu başa düşmür. Saray ədəbiyyatının mahiyyətini təbii ki, bəzilərimiz bilirik, bilməyənlər üçün deyirəm. Qətran Təbrizi yazmışam. Qətran Təbrizi deməli ilk rübai yazan sənətkardır. Azərbaycan ədəbiyyatında ilk rübaini Qətran Təbrizi yazıb. Yaxşımı? Onu da əlavə edeyim ki, bu rübai söhbəti bizi biraz çaşdırır. Rübai təbii ki, əruz vəznindədir. Rübainin ustadı Azərbaycan ədəbiyyatında Məhsəti Gəncəvi sayılır. Lakin ilk rübaini kim yazıb? Qətran Təbrizi yazıb. Qətran Təbrizi daha sonra dünya ədəbiyyatında da rübainin ən görkəmli nümayəndəsi Ömər Xəyyam hesab olunur. Qətran Təbrizinin saraydan narazılıqla bağlı olaraq yazmış olduğu əsərləri də mövcuddur. Təbriz zəlzələsinə aid 2 dənə mənzumə həsr edilib. Yaradıcılığında divanı var, bir də Ət-Təvasir adlı lüğəti var. Çox səliqəli yazdıq yenə. Təbii ki, onun lüğəti, divanı var və Ət-Təvasir adlı lüğəti var. Lüğət elmi yaradıcılıq olduğuna görə bədii irsə daxil edilmir. Amma yaradıcılığına aiddir. Amma bədii yaradıcılığına aid deyil. Yaxşımı? Bu bizi testlərdə çox çaşdıran məqamdır. Ət-Təvasir lüğət olduğuna görə bədii yaradıcılığa daxil edilmir. Məhsəti Gəncəvi. Məhsəti Gəncəvidən bayaq qeyd etdiyim bir neçə söz. Məhsəti Gəncəvi Azərbaycan ədəbiyyatında rübainin ən görkəmli nümayəndəsidir və ən yaxşı nümunələrdir Məhsəti Gəncəvi yazıb. Məhsəti Gəncəvinin təbii ki 12-ci əsrdə yaşayıb. Rübailərində əməkçi insan, sevən insan, vətənpərvərlik motivləri, amma xüsusilə əməkçi insan mövzusuna biz fikir verməliyik. Məhsəti Gəncəvi. Bu qədər Məhsəti Gəncəvidən də digərlərinə işarə qoymadım, amma danışdıq haqqında. Gəldik Nizamidən sonra intibah dövrünün, bayaq qeyd etdim ki, Nizaminin xəmsəsi intibah dövrünün zirvəsi sayılır. Nizami bizim deməli Dədə Qorquddan sonraki mövzumuz olacaq. Yəni 2 video sonra Nizami çəkəcəyik inşallah. Nizamidən sonra demək olar ki, Əfsələddin Xaqani Şirvani intibah dövrünün ən görkəmli nümayəndəsi sayılır. Mənim fikrimcə Xaqani Şirvaniyə hələ də o qədər lazımı dəyər vermir bizim gənc nəsil. Ümumiyyətlə heç yaşlı nəsildə bir o qədər yaxşı dəyər vermir. Onun əsərləri kifayət qədər oxunmur. Amma siz çalışın onlardan olmayın. Əfsələddin Xaqani Şirvani harda doğulub, harda vəfat edib, bunlar bizə lazım deyil. Onun yaşamış olduğu tarixi şəraiti bilməliyik ki, hansı dövlətlər var idi, bayaq müəyyən qədər adlarını sadaladığım, tarixi ictimai şərait necə idi. Ona görə ki, o üsyankar şair sayılırdı. Bunun səbəbi kimi biz onu qeyd edə bilərik ki, o müəyyən müddətdə bir neçə dəfə həbsdə olmuşdur və sair şeirlər toplusunda yazıb həbsdə olarkən bunlardan bəhs eləyəcəyik. Yazmışam ümumi məlumat verək. İlk poema müəllifidir. İlk poema. Poeması hansıdır? Töhfətül İraqeyn. Töhfətül İraqeyn iki İraqın töhfəsi deməkdir. Töhfətül İraqeyn poema ümumiyyətlə ilk poema yazıb, amma fars dilindədir. Fars dilli ilk poemanın müəllifi kimdir? Əfsələddin Xaqani Şirvani. İlk rübainin yaradıcısı kimdir? Qətran Təbrizi.
Dünya ədəbiyyatında kimdir? Ömər Xəyyam. Azərbaycan ədəbiyyatında ən məşhur rübaini kim yazıb? Məsləti Gəncəvi. Belə məqamlara fikir verək. İlk poema müəllifidir. Töhfət-ül İraqiyin ilk poemamızdır. Lirik poemadır. Poema özü epik növdə yazılıb. Amma bu lirik epik söhbətin inşallah nəzəriyyədə biz izah eləyərik. Lirik poemadır, fars dilindədir və süjet xətti yoxdur. Yaxşı. Belə. Bir də burada uşaqlıq xatirələri ilə bağlı və sair insanlarla olan münasibətinə də yer verildiyinə görə bir növ öz avtoportretini yaradıb bu əsərdə, Töhfətül İraqiyində. Yaxşı. Daha sonra keçirik biz onun Mədain xərabələri əsərindən danışırıq. Bu Mədain xərabələri buna aid deyil. Yəni bunun içərisində deyil, müstəqildir. Yaxşı. Mədain xərabələri qəsidəsindən danışaq. Düzmü yazdım? Mədain xərabələri. Xərabələr olsun. Mədain xərabələrində bir cümlə Sasanilərə qayıdır, yəni öz yaşadığı dövrdən hardasa bir 5 əsr filan yəqin ki əvvələ qayıdır. Mövcud dövrünün şahlarına ibrət dərsi vermək məqsədi ilə bu əsər yazılmışdır. Yaxşı. Mədain xərabələrindən də danışdıq. Gənclərə nəsihət. Gənclərə nəsihət Töhfət-ül İraqiyin poemasından sonra yaradıcılığında xüsusi çəkiyə malikdir. Deyir, fitnə törətmə, ey fitnəkar cavan, fitnədir elləri dərdlərə salan, cana məlhəmsə də vəfa, etibar, fitnəkarlıq edər onu tarimar, hilə oğurluqdur, xoşsa əvvəli, oğrunun axırda kəsilər əli. Bu beyt mənim ən sevdiyim hissəsidir. Sonra deyir, vəfa mənzilində ev tut, yəqin bil, vəfa mənzilidir ən yaxşı mənzil. Bu gün yoxdursa da kimdəsə vəfa, vəsiyyət edirəm, olma bir vəfa. Yaxşı, bu qədər kifayətdir. Gənclərə nəsihətdən yadımda qalan beytləri dedim. Sizdən beytləri ardıcıl soruşmayacaq. Amma oxuyun yenə də. Yuxarıdakı mənim solumdakı qeydlərdən birazdan danışacağıq. Əsər əruz vəznində yazılıb, məsnəvi formasında qafiyələnib, yəni ikilik şəkildə yazılmışdır Gənclərə nəsihət əsəri. Əsərdə gəncliyə rəğbət hissi duyulur. Gəncliyə rəğbət. Burada gəncliyə rəğbət deyəndə bizi çaşdırıb deməsin ki, əsərdə bədminlik belə deyək də, yəni hökm sürür. Xeyr. Yaxşımı? Gəncliyə rəğbət, dostluqdan danışılır, ağıldan danışılır. Əsərdə ağıl ən böyük ustad kimi qiymətləndirilir. Sonra qeydlərə baxaq. Yazmışam ki, insanın nəticəsini əminliklə biləcəyi bir yolda olmağı bu testlərə düşən cümlədir. İnsan ürəyi deyir, böyük olmalıdır. Yəni, paxıllıqdan uzaq durmalıyıq. Daha sonra dostluğa böyük dəyər verir. Deyir ki, yəni burada dostum deyir, hətta bir cənnətdən bir budağı qırsa da, yəni deyir, onun yanında ol, ondan əl çəkmə. Ağıl ən böyük ustaddır. İnsan üçün ən böyük zinət ağıldır. Üzr istəyirəm. Yəni, haqq yolunda çalışmaq. Orada deyir ki, haqq yolunda haqqın razı gələcəyi qədər çalışmaq lazımdır. Bu cümlə bizi çaşdırmasın. Yəni, başqa təhrif olunmuş versiyalarda bu cümləyə yer verilə bilməz heç bir yerdə. Yəni, verilsə səhvdir. Pis adamlardan qorunmaq, onlar deyir, əqrəb və ilana bənzədilir, lal və çar olmağı etibarilə. Bu qədər Gənclərə nəsihət əsəri, yəni demək olar ki, lazımlı məqamları biz qeyd etdik, yazılma forması, onun məzmunu və bununla da intibah dövrü Azərbaycan ədəbiyyatının sonuna gəldik. Bir növbəti izahımızda görüşmək ümidi ilə sağ olun.